Araz müəllimə söz verilir. Çox sağ ol, təşəkkür edirəm mən söz verdiyiniz üçün. İlk öncə şəhid valideynlərinə özlərinin təşəkkürünü bildirirəm ki, və burada iştirak edən yoldaşlara təşəkkür edirəm ki, şəhidimizin məzarını ziyarət edirlər. Bu günləri bu ziyarətdə danışmaq həm çətindir, həm də qürurvericidir. Ona görə çətindir ki, belə bir gəncimizi itirmişik. Ona görə qürurvericidir ki, çünki torpaqlarımızın, vətənimizin azadlığı uğrunda şəhid verdik. Allah şəhidlərimizə hamısına rəhmət eləsin. Onlar öz şirin canları ilə Azərbaycan qızıl tarixini yazdılar. Azərbaycan ərazi bütövlüyü uğrunda öz canlarından keçdilər. Onların həmişə ruhu qarşısında biz baş əyirik. Ulu Tanrıdan onların valideynlərinə, Raminin timsalında bütün şəhidlərimizin valideynlərinə səbir diləyirik. Onlara uzun bir can sağlığı. Siz həmişə fəxr edin ki, sizin evlatlarınız Azərbaycanın tarixin yazılmasında öz canlarından keçdilər. Məmməd Araz bir sözü var, deyir vətən mənə oğul desən nə dərdin, mamur olub qayasında bitərdim. Bizim bu şəhidlərimiz bu günlər Azərbaycan hər qarış torpağında mamur olub onun dağlarında bitdilər və həmişə Azərbaycan yaşadıqca, durduqca şəhidlərimiz yaşayacaq və həmişə biz onlara fəxr edirik. Bu kənd qəhrəmanlar kəndidir, 7 şəhid verib, onların ikisi gün üşüb, hələ bugünkü nəşi tapılmayıb və qalanı bu kənd qəbirstanlığında uyuyur. Sizlərə özlərinin təşəkkürümü bildirirəm ki, vaxt ayırıb bu şəhidimizin məzarını ziyarət eləmişsiniz. Sizlərə hamınızın özlərinin təşəkkürümü bildirirəm. Bir daha şəhid valideynlərinə, bütün şəhid valideynlərinə Ulu Tanrıdan can sağlığı, səbir dilərim. Ulu Tanrı Ali Baş Komandanımızı, Müzəffər Ali Baş Komandanımızı, cənab prezidentimiz qorusun. Ulu Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, Allah Azərbaycanı qorusun, onun ordusunu qorusun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, keçiyorum. Çok sağ olun. Bugünkü günü Ramil balamızın ziyaretine gelmişik. Allah bütün şəhid valideynlerine səbir versin. Qüdrət müəllim, siz qəhrəman şəhid valideynlərsiniz, qəhrəman valideynlərsiniz. Allah hər birinizə səbir versin. Allah sizə ömür versin. Bizə də Allah elə bir imkan versin ki, biz də bu şəhidlərimizi hər bir zaman gedib ziyarət eləyən, eləyirik, söhbət yoxdur. Bir daha Allah rəhmət eləsin. Allah Ali Baş Komandamızı qorusun. Var eləsin onu. O bizim bu torpaqlarımızı şəhidlər aldı və rəhbərliyi o elədi. Bir daha hamımıza sağ ol deyirəm. Burada çox söz demək olar, şəhidlər var da, elə qısa lazımdır. Hamımız var olasınız. Mən bütün şəhid sevənlərə can sağlığı arzu edirəm. Hər bir şəhid valideynin qarşısında mən baş əyirəm. Sağ olun. Allah şükür.